Azərbaycan dilində 9 sait səs var. Bunları bilməliyik. Saitlərin növləri var. Saitlər tələffüz zamanı dilin, dodaqların və alt çənənin vəziyyətinə görə müxtəlif növlərə bölünür. Qalın saitlər, incə saitlər, dodaqlanan saitlər, dodaqlanmayan saitlər, açıq saitlər, qapalı saitlər. Dedik ki, 9 sait səs var. A, I, O, U, E, Ə, İ, Ö, Ü. Saitlər qalın və incə olmağına görə iki yerə bölünür. Qalın saitlər A, I, O, U, incə saitlər E, Ə, İ, Ö, Ü. Açıq və qapalı olmaqlarına görə də iki yerə bölünürlər. Açıq saitlər A, Ə, E, O, Ö. Qapalı saitlər I, İ, U, Ü. Dodaqların vəziyyətinə görə də saitlər iki yerə bölünür. Dodaqlanan saitlər O, U, Ö, Ü. Dodaqlanmayan saitlər A, İ, E, Ə, I. Gəlin belə bir tapşırıq yerinə yetirək. Nöqtələrin yerinə qalın, dodaqlanan saitləri artırıb sözləri yaradaq. İki söz verilmişdir bizə. Birinci sözdə U saitini artırırıq, duz sözünü yaradırıq. İkinci sözdə O saitini əlavə edib yol sözünü yaradırıq. İkinci tapşırığımız, hansı sözdəki saitlər verilmiş xüsusiyyətlərə uyğundur? Birinci sait incə olmalıdır, dodaqlanmayan açıq olmalıdır. İkinci sait qalın, dodaqlanan qapalı olmalıdır. Belə bir tərifimiz də var. Bir çox saitlərin ortaq xüsusiyyətləri olur. Məsələn, U və Ü qapalı, dodaqlanan saitlərdir. Belə saitlərin iştirak etdiyi sözlərin yazılışında bəzən səhvə yol verilir. Məsələn, sübut tələffüz olunur, sübut yazılır. İndi verilmiş sözdə yoldaş, uşaq, gəmi, məzmun sözlərindən birini seçməliyik ki, hansının tərkibində incə, dodaqlanmayan açıq sait vardır və qalın, dodaqlanan qapalı sait vardır. Saitlərin ortaq xüsusiyyətlərə dodaqlanan qapalı malik olması çox zaman sözün yazılışında səhvə yol aça bilər. Buna diqqət yetirin və yəqin ki, sözü tapdınız. Söz məzmundur. Növbəti tapşırığımız A və Ə saitlərinin ortaq xüsusiyyətlərini müəyyən edin. İncə, dodaqlanmayan, açıq. Nöqtələrin yerinə hansı sait yazılmalıdır? A, yoxsa Ə? 3 söz verilmişdir. Həyəcan, qəhrəman, pilləkən. Gəlin baxaq görək. Bu sözlərə A, yoxsa Ə saitini yazmalıyıq. Yəqin ki, bu tapşırığı da yerinə yetirə bildiniz. Cavab A və Ə saitləri hər ikisi dodaqlanmayan açıq saitlərdir. Nöqtələrin yerinə Ə yazılmalıdır. Həyəcan, qəhrəman, pilləkən. Növbəti tapşırığımız Ü və İ saitlərin ortaq xüsusiyyətlərini müəyyən edin. 1 qapalı, 2 dodaqlanan, 3 incə. Nöqtələrin yerinə hansı sait yazılmalıdır? Ü yoxsa İ?
Üç söz verilmiştir. Müdrik, mühit, müdir. Gəlin baxaq görək. Bura ü yoxsa i yazmalısınız. Cavab: ü və i saatlərin hər ikisi incə və qapalı saatlərdir. Nöqtələrin yerinə i yazılmalıdır. Müdrik, mühit, müdir. Növbəti tapşırığımız ü yoxsa u. Üç söz verilmişdir. Mübarək, nümunə, müharibə. Burada cavab üdür. Mübarək, nümunə, müharibə. O yoxsa a tapşırıq bizdən bunu tələb edir ki, verilmiş sözlərdə o yoxsa a saitini yazaq. Problem, komandir, kollektiv, konsert. Bu sözlər tələffüz zamanı a kimi tələffüz olunur. Bunlar alınma sözlərdir. Yazı zamanı isə cavab o olacaqdır burada. Problem, komandir, kollektiv, konsert. Tapşırıqları yerinə yetirdinizsə sizə afərin. Sağ olun.